Assalamu alaikum və rahmetullah. Bugün sizlərlə bir yerdə batarya, bu cür 4 volt və yaxud da ki, litium bataryaları zarat etmək üçün dövrə hazırlayacaq. Litium bataryalarda da 3.7 voltdur, 4 volta yaxın. Onlar üçün də ideal dövrədir və elə isə keçək videomuza və görək bu adaptör dövrəsini necə hazırlayırıq. Və dostlar, videomuz bitdi. Bugünkü videomuzda da batarya zaryadka dövrəsi hazırladıq. Bu dövrə fənərlərin, saç qırxan maşınların, zaryadka ilə işləyən digər aparatların zaryadka sistemində ən ucuz yöntəmlə, yəni Çin mallarının demək olar hamısında bu yöntəmlə batarya və litium bataryaları olsun, bu cür akkumulyatorlar bu yöntəmlə zaryadka edilir. Ən ucuz, ən yaxşı yöntəm demək olar ki, budur. Sadəcə bir keramik kondensator, 2 dirənc və 2 diodla, bir dənə də ledlə bu məsələni həll etdik. Siz çox diqqətli olun, çünki dövrəmizdə açıq 220 girməkdədir və hətta çıxış voltajı da bunun yüksəkdir. Sadəcə ledimizlə bu 4 volt civarına sabitlənir. Ledimiz işlək vəziyyətdə 4 volt civarına sabitlənir. Bu zaman bu tərəfdə qorxu yoxdur. Ancaq əgər bura fazanı qoşmuşsunuzsa, qorxu ola bilər. Buradan əlinizi vursanız, bir tərəfdən də torpaqlama olsa, sizi elektrik çarpa bilər. Elektrikə şəbəkəyə taxmamışdan əlavə əvvəl nə işiniz varsa görün, haraya yerləşdirəcəksinizsə yerləşdirin. Şəbəkəyə taxdıqdan sonra buna yaxın durmayın. Uşaqlardan falan da uzaq saxlayın. Çünki Allah qorusun, çox təhlükəli bir dövrədir. Bir tərəfdən yanaşanda. Qaldı ki, akkumulyatorlara zərər verirmi? Bəli, verir. Sabit bir elektrik çıxmır. Biraz dalğalı elektrik çıxır. Ancaq ən ucuz yöntəmlə ən yaxşı yöntəm olaraq dəyərləndirərik. Burada ledimizin görəvi bizim 4 volt civarına sabitləməkdir. Çıxış voltajımızı və akkumulyatorumuzu 4 volt civarı olduğu üçün demək olar ki, tam zaryadka yığdırır və
Biraz dövrəmizdə aşağı axın olduğu üçün kapasitordan bilirsiniz, o qədər yüksək axın çəkilmir. Onun üçün aşağı axın olduğu üçün saatlarla gözləyə bilərsiniz, 7-8 saat civarı. Mən də elə bu civarda gözlədim və demək olar ki, zaretkadan çıxartdıqdan sonra 3.4 volta sabitləndi. Zaretka müddəti isə 3.9 volt civarı idi. Yəni ledimiz burada önəmli rolu bizim həm bildiriş işığımızdır, həm də ki çıxış voltajımızı 4 volt civarına sabitləməkdir görəvi. LED olmasa olarmı? Bəli olar, amma ledlə bataryamız tam zaretka olduqdan sonra 4 voltdan artıq 5, 6, 7, 8 volta çıxmır. Çünki o çıxmalar artıq bizim bataryamıza zərərdir. Ancaq ledimizin köməyi bu daha yuxarı voltajlara çıxmır. Qalan axınlar isə sadəcə ledin yanması üçün sərf olunur. Yəni bataryamız dolduqdan sonra. Gözəl dövrədir. Ucuz yöntəmlə ən yaxşı yöntəm olaraq dəyərləndirilək bu dövrəni. Bu cür video və davam üçün kanalımıza dəstək olmağı unutmayın. Hər birinizi çox sevirəm və görüşənə dək inşallah. Özünüzə yaxşı baxın və digər videolarımızı qaçırmayın və çalışın bol-bol yorum yazın və çoxlu like atın ki, videolarımız ön plana çıxsın və bu məni də motivə etsin. Daha yaxşı videolara vəsilə olsun inşallah. Allah amanında gələcək videolarımızda görüşənə dək inşallah. Özünüzə yaxşı baxın.